yaxşı, bəs universitet necə olmalıdır? Universitet layihələr yeri olmalıdır. Startaplar yeri. Layihə, məsələn deyək ki, sən bax mən universitetə girdim. Hüquq şünaslığında. Mən ümumiyyətlə hüquq fakültəsində nə mənim, nə də mənim dostlarım bir çox da yüksək vəzifədədir. Heç nə yadımızda deyil, boş şeydir, nə bilim, görək ki, universitet 4 il oxuduq, heç nə yadımda deyil. Yadımızda deyil. Amma ixtisasdan sonra deyək mən hüquq fakültəsinə indi girsəydim, gedib yalvararam bir vəkilə ki, ya mən sənin yanında fəhlə işləyim köməkçi də. Prosta mənə ara bir məhkəmələr apar da. Sən kağız işini görəndə mən sənin yanında olum. Mən 14 il arasında gəzməyim elə universitetdir. Ən geridə qalmış vəkilin, ayrıca ən loser vəkilin yanında olsam 4 il. Məhkəməyə girmək, orada qapıda kimdir, polis ana salam elək. Yəni bu təhsil budur. Sonda da sadəcə universitet mənə bu diplomu versin ki, həqiqətən sən 4 il bu praktikanı keçmisən. Hətta bizim bir müəllim var, deyir, bir dənə mal dili boyda diplom alırsınız axırda. Yəni elə deyirdi. Axırda da gəlirsən universitetə, bir 2-3 sənə müəllimlərlə danışsan ki, bu kitabda nə yazılıb yaxşı. Ondan sonra başa düşərsən də kitabda nə yazılıb. Tip də elə. Mənamla danışıram, mənam uşaq həkimidir. Deyirəm universitetdə oxuduğunda nəsə yadında qalır. Deyir, inanırsan heç nə. Deyirəm ondan sonra sən universitet vaxtı tibb universitetdə oxuyanda gedib deyək ki, bizim bir qohumuz var, güclü həkimdir. Onun yanında uşaq həkimi işləsəydin, gedib qıradan baxsaydın, deyir, inanırsan o daha düzgündür. Baxır deyirsən, məsələn, o gün çıxışa baxdım, biraz düz demirsən də, sərt deyirsən də, uşaqlar deyirsən oxuma kitab. Deyirəm, doğrudan, sən düz deyirsən. Ya mənim digər ailə üzvümdə filoloqdur, 37-38 yaşın kimi aya qazanıb, çox cüzi rəqəm. Amma deyirəm ki, kitabların zaten başını burax da, kitab boş şeydir. Sən otur mən deyən elə, səhvlərə keç. İndi daha 3 dəfə daha çox, müəyyən qədər daha çox qazanır. İndi o gün deyirəm, yaxşı, sən necə qazanırsan? Deyir, düz deyirsən də. Bu belə. O ki, qaldı biznes və digər sahələrə. Universitet təbii ki, layihə yeri olmalıdır, səhv düz yeri olmalıdır. Çoxlu səhvlər eləməlisən, çoxlu düz eləməlisən. Kitabların başını buraxmaq lazımdır. Kitabın apşıq uzaq olmaq lazımdır. Mən elə tələbələrə məsləhətim var ki, kitabın uzaq olmaq. Kitabı axırda gəlin, gözdən keçirmək üçün. Yəni bu mənim deyərdim ki, universitetə təbii ki, ixtisaslardan çox şey asılsan demişkən, tibb, hüquq şünaslıq və s.